Ya Allah, Bismillah. Salam müəllimlər, hər vaxtınız xeyir olsun, hər biriniz xoş gördük. Bildiyiniz kimi artıq bu gündən etibarən müəllimlərin sertifikasiya imtahanının test mərhələsinə start verilib və ilk növbədə hər birinizə uğur arzu edirəm. Əziyyət çəkirsiniz, çalışırsınız. İnşallah ki, əziyyətinizin bəhrəsini əldə etmiş olarsınız. Allah hər birinizə zehin açıqlığı və gözəl nəticələr nəsib etsin. Gəlin 17 iyun, yəni bu gün imtahanda istifadə olunmuş mövzulara və sual tiplərinə nəzər yetirək. Qeyd edim ki, artıq məni bilirsiniz, mən hər il bu tip izahlar paylaşıram və hər zaman bu ifadəni işlədirəm ki, mən sualları müəllimlərin dilindən mənə necə təqdim olunursa, sizlərə o formada təqdim edirəm. Yəni bəzəyim, dəyişim, əlavə ifadələr daxil edim və ya özümdən imtahan sualıdır bu, adı altında bir sual təqdim edim, hansı ki, imtahanla heç əlaqəsi olmasın. Bunları mən sevmirəm, çünki mənim işim sizə real olanları çatdırmaqdır. Bunu da əvvəlcədən deyim. Yəni, hansı suallar ki, normal səviyyədə mənə təqdim olunub, onlar sizə deyəcəm. Amma yarımçıq, 5 dənə sözü olmayan, 3 sözü olmayan, natamam sualları sizə çatdırmaqla bağlı fikrim yoxdur. Amma mövzuları təbii ki, deyəcəm. Yəni natamamı deməkdənsə deməmək yaxşıdır. Amma mövzular hansı mövzulardan düşüb, suallardan müəllimlərin yadında qalanlar var ki, onların izahını verəcəm. Gəlin baxaq. Növbəti imtahan günlərində də inşallah bu izahı davam etdirmək istəyirəm və sizlərdən də xahişim odur ki, videonu bəyənək, ətrafımızla maksimum şəkildə paylaşaq və davamının gəlməsini istəyiriksə, təbii ki, dəyərli rəylərimizi yazmağı da unutmayaq. İndi müəllimlər, ondan əlavə sizə bir məlumat vermək istəyirəm. Vaxtınızı çox almayacağam, o məlumatdan sonra keçəcək inşallah izaha. Deməli, bizim müsahibə dərslərimiz iyul ayının 1-dən başlayacaq inşallah. Yazıram bura. Bir dəqiqə. 1 iyul. İyul ayının 1-dən bizim müsahibə dərslərimiz başlayacaq. Müsahibə proqramımızda qiymət kifayət qədər münasibdir. Hətta hazırlaşanlar artıq bilir. Və üstəgəl icmallar hədiyyə olunur sonda. Yəni icmalları biz əlavə ödənişlə müəllimlərə təqdim etmirik. Hamısı bizim proqrama daxildir və o da əlavə hədiyyə olunacaq sizlərə. Ümumilikdə müsahibə necə keçirilir? Müsahibə hazırlıqlarımızda sizə nələr təqdim olunacaq? Bütün bu məlumatları almaq üçün ekranda gördüyünüz nömrəyə 051 753 14 84 nömrəsinə WhatsApp üzərindən yazmağınız kifayətdir. Yazan zaman sizə ətraflı məlumatlar veriləcək. Belə. Gəlin birinci sualımızdan başlayaq. Hətta biraz da böyüdə bilərik. Yox, elə alınmadı, elə belə qalsın. Hə. Sualın biri belə olub. Hər zaman gördüyümüz sual tiplərindən qiymətləndirmə ilə bağlı və bilirsiniz, məktəb daxili qiymətləndirmənin növləri, yəni diaqnostik, formativ, summativ hər il düşür imtahana və bu ildə olduğu kimi eyni ilə yenə məktəb daxili qiymətləndirmədən sual düşübdür və sual diaqnostik qiymətləndirmə ilə bağlı olub. Hansı ifadə diaqnostik qiymətləndirməyə aid deyil? Sual belə olubdur. Cavabı isə il ərzində müntəzəm olaraq aparılır. Bilirsiniz ki, bu ifadə aiddir formativ qiymətləndirməyə. İl ərzində müntəzəm olaraq aparılır, davamlı olaraq aparılır, gündəlik aparılır. Bu ifadələr formativ qiymətləndirməyə aiddir. Diaqnostik deyil. Sualın şərtində də soruşulmuş ki, hansı diaqnostik qiymətləndirməyə aid deyil? Cavab artıq bəllidir. Sonra gəlin ikinci sualımıza baxaq. Görək ikinci sual necədir? Şagirdlərin tənqid təfəkkürünü hansı yollarla inkişaf etdirmək olar? Sualın biri də belə olub. Tənqid təfəkkürü hansı yollarla inkişaf etdirmək olar? Cavab dəqiq belə olubmu? Xeyr. Müəllimlər cavabı tam olaraq yadda saxlamayıb, amma bu cavabı özümdən əlavə etmişəm. Yəni, bunu sırf olaraq özüm əlavə etmişəm ki, bu sualın bu tip bir cavabı olmalıdır. Yəni, şagirdlərin tənqid təfəkkürünü hansı yollarla inkişaf etdirmək olar? Belə bir sual düşüb. Bu bəlli məsələ. Cavab olaraq isə siz belə bir sual gördükdə cavablarda debatları, diskussiyaları, təhlil etmə bacarığını, arqument gətirmək bacarığını doğru cavab kimi götürə bilərsiniz. Çünki bu gün tənqid təfəkkürü inkişaf etdirən yollar içərisində bu vasitələr çox önəmlidir. Dediyim kimi, arqument gətirmə,
nəticə çıxarmaq, təhlil etmək, diskussiyaları, debatları, aydındırmı? Hə, bunları da əlavə məlumat olaraq verdim ki, yəni cavablarda bu tip cavabları rahatlıqla götürə bilərsiniz. Sual amma belə olubdu. Sonra keçdik sual 3-ə. Üçüncü sual sinifin idarə edilməsi ilə bağlı. Sinifin idarə edilməsi ilə bağlı olan sual eyni zamanda qeyd edim ki, effektiv münasibətlərlə də bağlı sual olubdu. Sinifin idarə edilməsi və effektiv münasibətlər. Effektiv müəllim valideyn olmayıb, çünki müəllimlər mənə onu demədi. Amma dedilər ki, müəllim-şagird münasibətləri ilə bağlı suallar var idi. Bir də sinifin idarə edilməsi ilə bağlı müzakirə prosesidir. Müzakirə prosesinə şagirdlərin bir hissəsi qoşulur, bir hissəsi isə passiv qalır. Bu zaman hansı addım ata bilərik? Bu tip bir sual olubdu. Təbii ki, sualın cavabları dəqiq yadda qalmayıb deyə mən öz variantlarımı deyəcəm. Əgər müzakirə prosesində şagirdlərin bir hissəsi iştirak edir, bir hissəsi isə qeyri-fəaldırsa, yəni passiv qalırsa, biz o zaman müzakirə prosesinə təşviq edən suallar verməliyik. Müzakirə prosesinə təşviq edən suallar verməliyik. Müzakirənin mövzusu nədir? Ona yönəlik suallar verərək şagirdləri prosesə sövq etməliyik. Burada artıq təbii ki, kobud reaksiyalar olmamalıdır. Yəni dərsə qoşulun, niyə siz qoşulmursunuz müzakirəyə? Müzakirəyə qoşulmayanların nəticəsi aşağı olacaq falan. Bu tip reaksiyalar düzgün seçim deyil burada. Biz demokratik üslubdan istifadə etdiyimiz üçün reaksiyamız tamamilə normal şəkildə olmalıdır və burada şagirdi müzakirə mövzusuna yönəltmək üçün biz yönəlici suallardan istifadə etməliyik ki, pasiv şagirdlər də prosesə sövq olunsun. Bu belə. Bu tip bir sual olubdu. Cavab versiyasını da verdim sizlərə. Sonra bir də bir məlumat da verim sizə. Əgər şagirdlərin passivliyi, indi mən oradakı sualı dəqiq variantları ilə müəllimlər yadda saxlamayıb deyə versiyaları deyirəm. Əgər şagirdlərin passivliyi, məsələn 5 nəfər şagird müzakirə prosesində passiv iştirak edir. Bu passivlik onların şəxsiyyət tipi ilə bağlıdırsa, yəni introvert uşaqlardırsa, şagirdlərdirsə, bu zaman biz mərhələli dəstək olmalıyıq onlara. Yəni əvvəl cütlərlə işə sövq etməliyik, sonra kiçik qruplarla işə sövq etməliyik. Daha sonra yavaş-yavaş artıq onları daha böyük, artıq bütün siniflə işə, fəaliyyətə sövq edə bilərik. Adətən introvert tip şagirdləri, yəni ünsiyyətçil olmayan şagirdləri birinci biz cütlərlə fəaliyyətə başladırıq, sonra yavaş-yavaş kiçik qruplarla belə-belə fəaliyyətləri artırırıq və onlar adaptasiya olur prosesə. Belə. Yəni müxtəlif versiyalar ola bilər də. Sualın şərti dəqiq yadda qalmayıb deyə mən sizə bütün versiyaları verdim. Daha sonra effektiv müəllim-şagird münasibətləri bu mövzuda da suallar olubdu. Yəni bunları bura yazmaqda məqsədim odur ki, hər birisinə diqqətlə baxarsınız inşallah. Sonra gəldik 5-ci suala. Belə bir inteqrasiya sualı olub, Azərbaycan dili müəllimlərinə düşüb, səhv etmirəmsə. Verilmiş mətni oxuyun, tərkibində işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyən edin. Tapşırıq inteqrasiyanın hansı növünü özündə əks etdirir? Burada variantları özüm yazmışam, bəlli məsələ. Amma sualın şərti bu tip olubdu. Mətni oxuyun, tərkibində işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyən edin. Azərbaycan dili var ortada, təbii ki. Onunla yanaşı tərkibində işləmiş bədii təsvir və ifadə vasitələrini müəyyən edin deyir deyə. Burada da epiteti, təşbihi falan müəyyən olunacaq deyə. Bu bizi həm də aparır ədəbiyyat fənninə və burada Azərbaycan dili və ədəbiyyatın əlaqəsi var deyə fənlərarası inteqrasiya doğru cavab olacaq. Sonra bir də 6-cı sual idrak taksonomiyası ilə bağlı. İdrak taksonomiyası ilə bağlı 2 sual düşübdü. 2 sual, aha. İndi deyərsiniz ki, ay müəllim, idrak taksonomiyası ilə bağlı bəs siz sual nə üçün yerləşdirməmisiniz bura? Baxın, idrak taksonomiyası ilə bağlı müəllimlər sualları dedilər. Amma bu suallar dəqiq yadda qalmayıb. Yəni, idrak taksonomiyası ilə bağlı eyni sualı hər müəllim çıxır başqa formada deyir. Sual eynidir. Hərəsi bir sözü dəyişir, qınamıram. Yəni, burada müəllimlər niyə belə edir demirəm. İmtahan həyəcanı, stresi və s. və insanlıqda unuda bilərik, yaddan çıxa bilər. Və taksonomiyada
sözləri unutmaq artıq böyük problemdir. Çünki taksonomiyada, idrak taksonomiyasında bir söz belə bütün situasiyanın talehini, yəni cavabını dəyişə bilir. Və eyni situasiyalara baxıram ki, indi eyni situasiyalar düşüb də hərə bir formada deyir, hərə bir formada deyir. Və mən natamam bir situasiyanı sizə təqdim edə bilmərəm. Taksonomiyada sual tam olmalıdır. Çünki təkrar deyirəm, bir söz belə sualın cavabını dəyişə bilər. Sonra deyərsiniz ki, müəllim, axı orada belə verilməyib heç ümumiyyətlə. Və mən də dediyim kimi o bəzəyib özümdən bir sual formalaşdırmağı sevmirəm. Amma taksonomiyada 2 sual olubdur. Anlamaq tətbiqlə bağlı suallar olub, müəllimlərin dediyinə görə. Belə, amma digər variantları, daha doğrusu digər sual tiplərini dedim, inteqrasiyadan bir sual olubdur, bunu da əvvəlcədən deyim. Ümumiyyətlə inteqrasiyadan hər il bir sual olur. Yəni 3-4 dənə sual olmur, 2 dənə belə sual olmur. Hər il bir sual olur, taksonomiyadan 2 sual olur. Sonra effektiv müəllim şagird, bir də sinifin idarə edilməsindən 2-3 sual olur. Hərəsindən 2-3 sual olur. E, Təfəkkürdən keçən də düşmüşdü, bu ildə bir sual düşübdü. Bir də qiymətləndirmədən bir sual düşüb, amma keçən il məsələn 2 sualları biz çox gördük ki, qiymətləndirmədən 2 sual düşmüşdü. Belə. Yəni bu mövzular 17 iyun imtahanında istifadə olunub. Yenə sual tiplərindən dəqiq yadda qalanları bu şəkildə sizlərə təqdim edəcəm və ya bu 5-ci sual kimi təqdim edəcəm. Dəqiq yadda qalmayanları isə mövzu başlığı adı altında təqdim edəcəm ki, siz suallardan məlumatlı olasınız. Belə əziz müəllimlər, bu günlük bu qədər. Davamının gəlməyini istəyirsinizsə, sizdən xahişim odur ki, videonu maksimum şəkildə paylaşaq və bəyənməyi unutmayaq. Sağ olun, hər birinizə uğur arzu edirəm. Allah'a emanet qalın.